Salam əzizləyicilər, əziz qardaşlar, hər kəs xoş gördük. 3 may 2025-ci il. Buyurun, baxın əzizləyicilər, 3 baş yanı balalı mallar satılır. Video axıra qədər baxın, hər üçü haqqında məlumat verəcəm. Mal sahibinin dediyinə görə 3 başdan 2 başı erkək balalıdır, 1 başı isə dişi balalıdır. Gördüyünüz bu birinci mal, qara mal. Mal sahibinin dediyinə görə alaqara cinsindəndir, 11 gündə doğub. Altında simental erkək balası var. Buyurun, baxın əzizləyicilər, gördüyünüz kimi bu da balasıdır. Gün ərzində səhər-axşam 2 evliyə mal sahibi deyir 16-17 litr. Gördüyünüz bu qara mal təmiz süd verir. Kim istəsə əlaqə saxlasın, gəlsin səhər-axşam 2 evliyə südün saxsın, yoxlasın, sonra alsın. Gördüyünüz bu qara malın qiymətinin sahibi 3500 manata deyir. Aşağı yeri var. Gördüyünüz bu ikinci mal isə təmiz qırmızılardandır, mal sahib deyir. 7 gündə doğub, altında sarı ala, simental dişi bala ilə mal sahib deyir. Gün ərzində səhər-axşam 2 evliyə mal sahib dediyinə görə 14-15 litr arası təmiz gördüyünüz bu qırmızı mal süd verir. Kim istəsə əlaqə saxlasın, gəlsin səhər-axşam 2 evinə südün saxsın, yoxlasın, sonra alsın. Gördüyünüz bu malın qiymətinin sahibi 3300 manata deyir. Real alıcı olsa təbii ki, aşağı yeri var. Gördüyünüz bu üçüncü mal isə mal sahib deyir. Bunun da altında erkək balası var. Ay yarımda doğub, simental erkək bala iləndir. Mal sahib deyir, sarı allardandır. Gördüyünüz bu malda gün ərzində səhər-axşam 2 evinə mal sahib deyir 10-11 litr arası süd verir. Gördüyünüz ki, bu da balasıdır. 2700 manata deyir.